Atis, yorğun gözləri ilə məni süzüb, zəif səslə dedi. Hə, Kroz, yaxşı ki orada deyildin. Ova gedirdik, ov olduq. Kimlər idi? Bilmirəm. Alov hardadır? Hücum gözlənilməz oldu. Alov əlində uzun qılınc səni bir də gecikmiş 10-15 nəfər gözləyirdi. Bu vaxt aşağıda hay-küy qopdu. Qalxıb aşağı indim. Gerladın bağırtısı idi. Hamıya lənət oxuyurdu. Qulağından qan axırdı. Bir ayağı topuqdan üzülmüşdü. Arada yarasına basılan məlhəmə də lənət oxuyurdu. Qaba bədəni ağrıya yaxşı dözürdü. Birdən gözü mənə sataşdı. Məlun, orada olsan bunlar baş verməzdi. Onu üstələmək üçün qışqırdım. Kəs, de görüm hansı yoldan çıxıb gəlirsən? Biri tələsik qabağa çıxdı. Hücum oldu. Gerladla biz geri çəkildik, itki də verdik. Alov, Gundar və Atisi də itirdik, amma birini vurub gicəlləndirmişdik. İndi əsirimizdir, zirzəmidədir. Danışdırıb məlumat alarıq. Məni ora apar. Gerladın lənət və təhqirlərinin müşayiəti ilə aşağı endik. Tutqun çıraq işığı üfunətli zirzəmini zorla işıqlandırırdı. Qolları tavandan sallanan zəncirlərə bağlanmış əsiri və onu yumruqlayan 2 gümrahı gördüm. Amiranə şəkildə qışqırdım. Bizi tək buraxın. Gümrahlar çölə çıxdılar. Əsirlə üz-üzə dayandım. Çox cavan. Saçları saqqalı qısa. Orta boy. Arıq, mavi döyüş libaslı adam idi. Səliqəli zirəhi qana bulanmış. Bəzi yerləri yırtılmışdı. Hər yeri toz və palçıq idi. Üzü şişmiş, göyərmişdi. Başını ağır-ağır qaldırıb mənə baxdı. Zəif səslə dedi. Heç nə danışmayacağam. Nədənsə, Kuron dilində əzbərlədiyim cümləni onun qulağına pıçıldadım. Kuğune, nam fa pudum, Kuron kapılazı zam ımlatı. Am aziz i ıza, xağ sac zam ımlatı. Ürəkli ol, mən və bütün Kuron qəbiləsi, ən əsası isə xağ sac səninlədir. O diqqətlə qulaq asıb sevincə gülümsədi. Mən də gülümsədim. Başımı geriyə atıb göyə baxdı. Çirkli tavanı görüb mənə baxdı və Kuronca nəsə dedi. Birdən dayandı. İçəri bir gümrah girmişdi. Bu 89-cu dərəcəli, çox qoca, çəkic dediyimiz gümrah idi. O pillələri enib, uca səslə dedi. Üstün məğlub edilməzdir. Əsir də cavab verdi. Müjdələnmiş öhdəsindən gələr. Bunu demişdi ki, başı yana düşdü. Ayıltmaq üçün şillə vurdum, özünə gəldi. Kuronca nəsə deyib gülümsədi və başı yana düşdü. Nəbzini yoxladım, vurmurdu. Aşağı baxanda kürəyindən axan qanın yerdə gölləndiyini gördüm. Qan itirmədən ölmüşdü. Çəkic qulağının zəifləməyindən şikayətlənib Kuron dilini bildiyini, amma onu eşitmədiyini dedi. Dinməzcə oradan çıxıb evimə tərəf addımladım. Üstün məğlub edilməzdir. Müjdələnmiş mənəm. Onu mən necə dayandıra bilərəm? Qarı da onun ölümsüz olduğuna işarə eləmişdi. Evə girib acgözlüklə kitablara girişdim. Xalq adını çəkdim. Ümid edirəm ki, məni başa düşürsən. Kartlarımdan xəbər ala bilməyəndə gizlicə Puneyə soxuldum. Amma əsir düşdüm. Bir neçə il əsarətdə qaldım. Sonra şərqli və qərbli ilə çətinliklə də olsa, xalq fağan duru yaratdıq və üstünü, şantı, tenqanı yenə məğlub etdik. Amma üstün dayanmayacaq. Yeni tenqalar, şantlar yetişdirəcək və hazır olanda Puneni və onun vasitəsilə digər krallıqları, qara buludlara əsir edəcək. Müjdələnib ki, onlar hazır olanda sən də hazır olacaqsan. Daha dayanma,
Kuronu tap. Üstün artıq səni tapmaq üçün addım atacaq. Sən də dayanma. Xalq sac yardım etsin. Oturdum. Məndən çox şey gözləyirdilər. Əllərimlə başımı tutub hava qaralana kimi düşündüm. Necə deyərlər, gün gecədən başlayar və gün batanda bitər. Xek i eğ dedim. Imzeğ, imzem im,ğanım tatıq. Haqqı axtarmaq insanın fitrətindədir. İlə başlayan günümü xalq sac günaj uzom. Xalq sac yardım etsin ilə bitirdim. Həmin axşam köhnə krosu, gümrah krosu, pisnis krosu orada qoydum və əlimdə əsa, belimdə qılınc, çiynimdəki xurcunla cəmcümlətanı 2 kitab, gözümdə isə Nikol'un oğlu Claudius'un sarısı yola çıxdım. Artıq zülmət, kin, nifrət, həsəd və pisliklər geridə qalmışdı. Bir dəfəlik. Arxamda daxmanın gürlayan alovu bunu təsdiq edirdi. Od vurub çıxdığım daxmanın parıltısı. Qoy bu odun parıltısı bütün qaranlığı aydınlatsın. Qara libaslarımı yandırsın. Bir də geyinə bilməyim. Aram yeriyirdim və mənə elə gəlirdi ki, Claudius da yanımda adımlayır. Qara zirehi və uzun qılıncı ilə. Artıq dönüş yox idi. Mənə indi Claudius da kömək edə bilməzdi. Mənə yalnız bircə gündə zülmətdən işığa çıxmağıma səbəb olan xalq sac kömək edə bilərdi. Saysız, hesabsız cinayət divarları altında qalan adamı təkcə xalq sac çıxara bilərdi, sağ, salamat. Bəli, xalq sac belə imiş. Bir günə, lap istəsə, bir dəqiqəyə də edə bilər. Özü də ömür boyu onunla cəngə çıxsam belə. İkinci gün. Sizə qəribə gələ bilər ki, necə belə tez rahatlaşdım. Bir nəfər bir almanı daşıyıb sonra yerə qoysa, hiss eləməz. Mən isə illər boyu alma bağının bütün almalarını daşıyıb birdən yerə qoyan adamın rahatlaşdığını hiss elədiyi kimi qaranlıqdan çıxdığımı duyurdum. Artıq ümidim və inancım vardı, amma yenə nəsə əksik idi. Gecənin soyuğunda mənə əmanəti çatdıran qadının evinə tərəf gedirdim. Xəyallar getdikcə ətrafımı bürüyürdü. Claudius'un yanımda getdiyini görmək bir yana. Arxamızca şərqli və qərblinin də gəldiyini görürdüm. Nəhayət, gecə çökəndə ucsuz-bucaqsız çəmənlikdə uzanıb. Cırıq xalatıma büründüm. Ocaq yandırmadığım üçün üşüyürdüm. Amma ağır yükümü yerə qoyduğumdan rahat idim. Kitabları yox. Qaranlıq keçmişimin yükünü deyirəm. Hava işıqlaşanda oyandım və qaldığım yerdən tərcüməyə başladım. Tej xalq saca jeğim lesib. Xac ma tam osik lesnizem. Tej xalq sac tam zefeji. Xac ma ja axtı jec im juhto. Artıq xalq saca yaxınlaşıb xaçmadan uzaqlaşmısan. Artıq xalq sacdan başqa xaçmaya ehtiyacın yoxdur. Tərcümə kitabında xalq sac və xac-ma sözləri haqqında öyrəndiklərimi qeyd etməsəm, bu cümləni və təsirini də bilməzsiniz. Xalq sac sözünün ilkin mənası Tanrı, ikinci mənası hər şey deməkdir. Məsələn, birinə sən mənim xalq sacımsan deyəndə, sən mənim hər şeyimsən mənasına gəlir. Amma ilkin məna ilə tərcümə etsək, sən mənim Tanrımsan demək olur. İlk baxışda ziddiyyət təşkil edə bilər, amma insanın tanrısı sitayiş etdiyidir. Sadə misal, özünü qızıl toplamağa həsr edən adam qəbul etməsə də qızıla sitayiş edir. Onun tanrısı qızıldır. Qızıl, mənim xalq sacımdır desə, hər iki məna da uyğun gəlir. Xacma isə ilkin mənada iblis, şər qüvvə, ikinci mənada isə heç nədir. Üçüncü mənası da var.
çox az işlənir. Səliqəni pozan, yaxşını pis edən, işığı qaranlıq edən kimi tərcümə edə bilərik. Birinə, sən mənim xacmamsan desək, ona həm dəyərsiz, heç nə olduğunu, həm mənim üçün şər qüvvə kimi düşmənsən, həm də yaxşı əhvalımı pis əhvala çevirənsən demiş oluruq. Yaxud başqa qısa misal. Məni xacma yoldan döndərə bilməz demək, həm məni heç nə yoldan döndərə bilməz, həm də şər qüvvə məni aldada bilməz və həm də pisliyə çevirənlər yolumu pis edə bilməz mənalarını verir. Bunu da deyim ki, tərcümə kitabında belə qeyd də vardı. Xalq sacın parçası deyilsənsə, xacmanın parçasısan. Xalq sacdan uzaq olan hər nə olur olsun, xacmadır. Mənim üçün Gerlad, Gunduar, Alov, şər qüvvələr, üstün, gümrahlar, Mehdigilik, hamısı xacma idi. Yoxluğu ifadə edirdilər. Tanrı isə mənim xalq sacım idi. Claudius Nukolun oğlu, qarı, kitablar, gözəlliklər, hətta itlər və pişik. Məni xalq sacıma aparan xəritə, bələdçi və vasitələr idilər. Mənim üçün varlığı ifadə edirdilər. Var olanlara ümumi olaraq hər şey demək mümkündürsə, onda bunlar hamısı mənim üçün xalq sacdan parça idilər. Mənim əsas yolum xacmadan bezar olaraq xalq sacın parçaları ilə xalq saca qarışıb, qərq olub, xalq sacın parçası olmaq idi. Mətləbi unutmamaq üçün bu cümləni yenidən yazıram ki, tərcümələrin işığında yenidən baxasınız. Artıq xalq saca yaxınlaşıb, xacmadan uzaqlaşmısan. Artıq xalq sacdan başqa xacmaya ehtiyacın yoxdur.